Hər vaxtınız xeyir, kanalımıza xoş gəldiniz. Bugün kanalımızda asan üsulla dadı damağınızda qalacaq balıq ləvəngisinin hazırlama qaydası olacaq. Ləvəngini hazırlamaq üçün 4-5 ədəd qırmızı soğan götürmüşəm. Soğanın qabığını soyub doğradıktan sonra blenderin qabına əlavə edirəm. Blenderin doğrayıcısında tam xırdalayıram. Sonra süzgəcə əlavə edib suyun süzürəm. Sonradan soğanı tənzifin içərisinə əlavə edib suyun yaxşıca sıxıram. Soğanın suyunu tam sıxmaq lazımdır ki, tərkibində acı suyu qalmasın. 300 qram çəkilmiş qozun üzərinə duz, istiot, suyu sıxılmış soğanı əlavə edirəm. Üzərinə turş əlavə edirəm. İstənilən turşudan istifadə etmək olar. Mən biraz sarı alça turşusu və gaval turşusundan istifadə etdim. İndiki qozlar biraz quru, az yağlı olduğu üçün üzərinə 3 yemək qaşığı ilıq su, 20 qram da kərə yağı əlavə edib əlimlə yaxşıca qarışdırıram. Artıq ləvəngi hazırdır. Balığın üzərinə çəkmək üçün yenə qarışıq turşu götürmüşəm. Üzərinə duz, istiot, şirin çili biber tozu, 2 yemək qaşığı duru yağ, 1 dolu yemək qaşığı da mayonez əlavə edib qarışdırıram. Hazırladığım qarışımdan balığın içərisinə, üzərinə, hər tərəfinə yaxşıca çəkirəm. Sonda ləvəngini balığın içərisinə yerləşdirirəm. Ləvənginin dağılmaması üçün çox ehtiyatla tikirəm. Açıq hissələri tikməsəniz, diş çöpü ilə də birləşdirə bilərsiniz. Üzərin bıçaqla çox ehtiyatla azacıq çərtirəm. $200 dərəcəlik sobada alt-üst rejimdə pişirirəm. Bir üzü qızardıqda sobadan çıxardım. Çox ehtiyatla digər üzünə çevirəcəm. Pişirmək ağzının üzərində çevirmək daha asan da olur. Yenə sobaya yerləşdirib digər üzündə qızardıram. Artıq gördüyünüz kimi ləvəngi hazırdır. Hazır olduqdan sonra əvvəlcədən tikdiyim sapı çıxardıram. Sapı asanlıqla kəsib götürmək olur. Gördüyünüz kimi asan üsulla çox gözəl görünüşlü, ləzzətli bir ləvəngi hazırladıq. Sizlərə də bu üsulu mütləq sınamağı tövsiyə edirəm. Videonu izləyərkən bəyənməyi, kanalımıza abunə olmağı unutmayın.